Başınızda eli boş gelmişsiniz. Yoldaş patpolkovnik, eli boş niye? Onda da göre ne getimse. Mən hələ keşni. Amma Siyavuşun dediklerindən bəzi nəticələr çıxarmaq olar. Mesela? Məsələn, götürək elə öləni. Ehtiyatlı, qara dinməz adamdır. Sonra, güman etmək olar ki, o qız Kazımlını yuxarı məhəlləyə qəsdən çəkib aparıb. Orada da həmin qızın adamları onu gözləyirmiş. Elə çıxır ki, onu qəsdən öldürüblər. Əgər elə isə onda belə bir sual da doğur. Məqsədləri nə imiş? Soymaq? Görünür ki, yox, çünki partmanatına dəl vurmayıblar. O kız bize çok şey diyebilirdi. Yoldaş patpolkovnik, bəlkə heç qızın günahı yoxdur. Niye öyle düşünürsen? Yağışdır, ola bilsin taksi tapmayıb, əyləşib o maşına. Yaxşı, onda niyə gizlənib? Yəqin qorxub. Bəs eynək? Biz hardan bilirik ki, o neynəkdir? Necə hardan? Şahidlər deyirlər ki, eynəkli idi. Biri deyir eynəklidir, biri deyir eynəksiz, nə olsun? Məni yük maşınının sürücüsü maraqlandırır. Xosrov Miriyev. Niyə onun dediklərinin hamısı həddindən artıq hamar çıxır? Bilmirəm. Ancaq o mənə pis təsir bağışlamadı. Düz özündən biraz Yaxşı, tutaq ki, heç o deyil. Məyər hiss olunmurmu ki, bu hadisədə hər şey əvvəlcədən ölçülüb biçilib? Heç bir şübhə yeri qoymayıblar. Mağaçkalardan paket almışam. Kazımlı yarmarkaya numune mal aparıbmış. Qəribə də etiketlər var. Həmin malların çoxu şübhə oyadır. Bir sözlə qıraq malımış. Kazımda görür ki, işin üstü açılacaq, çıxır aradan. Qayıdır Bakıya. Axşam qardaşına zəng vurur. Bəlkə də Fəxrəddinlə məsləhətləşmək istəyirmiş. Bir neçə saat sonra bu hadisə üz verir. Ne için? Bəlkə kimsə qorxur ki, Kazımda ələ keçər dediyi dic durmaz. Gəl tərpənmək lazımdır, amma ehtiyatla. İzi qoymayın itirsinlər. Sürücünü gözdən qoymayın, görün kimlə oturup durur. O ki qaldı qız, o bize çok şey aça bilərdi. Amma biz onun haqqında heç bir şey bilmirik. Yoldaş patpolkovnik, mən axtarıram. Axtar tapan Rüstəm. Günü sabah onun kim olduğunu bilməliyəm.